Çok hayatımda yazmak aslında kesinlikle dışarı. Danışmak herkese de teşekkür ederim. Başımıza zamanımızı ayırdığıyla teşekkür ederim. Sözün dışarına yapıştığımıza göre bu bilmiyorum özünün özüne tasdik ederek her şey insanın özünden özüne eden yolda başlıyor. Belki de en şerefli yol da insanın özünden özüne eden yolda. En ağır yolda. Çünkü insan müəyyən mənəvilərin sınavından keçir, sabit görünə köklənmək üçün. Bugünə özünün özünə olan ən böyük ötəliyi də bilirlər. Özünün özünə olan ən böyük sözündür. Mən üçün bu dünyada, bu həyatda özün üçün elədiyi ən böyük sərmayədir, həqiqətən. Bugünü yaşamağa mənə fürsət verdiyisən, Allaha təşəkkür edirəm. Bu şərəfdə bizə tutduğumuzun, Katerika, suratını olanmaya, yanında olduğumuzun həcbə qalmaq. İctimai birliklərin sevəli xanımlara, hamımıza bir ayrı oldular. Təşəkkür edirəm. Sen sağ ol ki, bir gözəl müqavilədə var, sənə sözünü ruhunu işitmək istəmişlər. Əziz dostlar, mən həmişə deyirəm ki, istənilən uğur qazanan insan arxasında mütləq ki, bir güclü şəxsiyyət dayanar. Könül, Arifin könül, Arif olması üçün birinci növbədə onu dünyaya getirən valideynləri olub, amma hər ikisindən rəhmət eləsin, nur içində yatsınlar. Nə xoş hallarda ki, könül kimi bir evladları var. Allah könülə ata-anasının torpağı sana qədər ömür versin, bağlarından bir də bəxtiyar olsun ki, inşallah. Eyni zamanda bugün könül Arifi, yenə deyirəm, könül Arifi eləyən həyat yoldaşı var. İstəyir qadın olsun, istəyir kişi olsun, təxmin edəsin. Əgər biz cəmiyyətdə təkcə elə xanım kimi, evin atası kimi, evin anası kimi deyil, eyni zamanda qazanılan bir tərəf isə bu deməkdir ki, bizim yanımızda duran biri var, bizim arxamızda əlini qoyub, geçib buğdayan deyən var. Mən Qüdrət mənə minnətdaram həyat yoldaşıma. O qədər mədəni insandır, o qədər könüllü insandır, o qədər alicənab insandır ki, o könüllü təkcə, bugün bizim qısa diyalogumuz olub, biz artıq Qüdrət bəylə ikinci dəfəyə görüşdük. Bir ki, belə deyildə cümlə deyil, dedi ki, mən könül mənə, bəzən bacı qardaş, bəzən atanlar, bəzən oğul qız, bəzən qız oğul, ata kimi münasibətlərimiz olubdur. Bəzən də deyir ki, sevgilim də olubdur, həyat yoldaşım da olubdur, amma mən könül mənə buraxmayıbdır. Könül arzu edirəm ki, o əlbəttə ki, sənin içində qalsın, sənin həmişə bir ayrı kültürlərə gəlsin. Çox sağ olun. Könül sözünün işiğine gedən götürgəmizin ayaqlarınız var olsun. Həmişə sözlə qalır, söz qədər ucada qalır. Minnətdarlar burada tədbirimizi yekinaşdır. Gümanların xanıma sonuncu çıxışı üçün iki cümləyə verirəm ki, yekunlaşdırsın tədbirimizi. Çok sağ olun. Ben Trakya'da genel biriyim. Hamza minnettarım geldiğiniz için, gelenekleriniz var olsun. Ben bizim könül Arif'in ata-anasının kuşlar olsun diye bilirim ki bu mühteşem sevinç kanımızın çok minnettarım ki böyle bir mühteşem tedbir alındı. Bilirəm ki göyde bulutlar var, çölde bulutlar, küləklər çöldə, qumurlar bu qəfədə hərəkət edir. Sinəmdə duygular var, əldə gələn sözü varakda məhəbbət edir. Mən bugün sevgilinin içindən geçdim. Elə qarşı fikrim xəyalım, misralar içində adlanır. Bütün yazdıqlı unutsan bile bir fikir yerindən yazar verər. Mən bugün sevgilinin içindən geçdim.
Ben bu günleri gönül arif ocağımın, edebiyat ocağımın, söz ocağımın içinden geçtim. Hakikaten de poeziyamızın, edebiyatımızın, güzel gönül hanım, ad münasebetinden sizi tebrik ederim. Kitabınız uğurlu, baharlı olsun ve Kur'an Gönül yazarlar günü müziği olan gönül arif. Bir daha minnettarım ki bakmayacak kitaplar gelsin. Sevinç Hanım, Allah sizden razı olsun ki bizim o qədim torpağımızdan bu diyara, öz vətənimizə, öz ocağımıza xoş gəlməsən, öpürəm, bağlama öpürəm. Adını deyin, dedin adını eşit, yüzünü görmədiniz için ama görmüşsünüz. Mən elə o qədim diyardan, qədim eldən hər birinizə Asim Əlmanına, Tərənə xanım Arif qızlarına, İmannami adına və eləcə də Naxçıvan Ədəbiyyatı adına hər birinizə rəcab olsun gəlmişəm və hər birinizin qədim Naxçıvan elində inşallah görüşlərə tərəf edirlər. Çox